Amerikalıların Vyetnamlıları məğlub eləməyi mümkün deyildi. Çünki Vyetnamlılar bax bu cür tunellərdən istifadə edirdilər. Bu tunellər yerin metrlərlə altında yerləşirdi və ümumi uzunluqları 250 kilometrdən çox idi. Yeri dildən tərcümədə şəbəkə mənasını verən Kuçi tunelləri Amerika üçün tam bir kabusa çevrilmişdi. Çünki Amerikalılar düşmənin haradan gəldiyini, necə gəldiyini və hətta hara getdiyini belə bilmirdi. Amerikalılar bu tunellərə girsəydi, yenə bir nəticəyə nail ola bilməzdi. Çünki tunelin hər tərəfi təllərlə dolu idi və tunelə girən Amerikalıların buradan sağ çıxmaq şansları olmurdu. Amerikalılar tank müharibələrinə çox öyrəşmişlər. Fikirləşirdilər ki, Vyetnamı da rahatlıqla alacaqlar. Amma bu cür cəngəllikdə, bu cür tankla müharibə aparmaq təbii ki, mümkünsüz bir şeydir. Çünki tanklar açıq ərazilər üçündür və bu cür cəngəlliklərdə bu cür tanklar heç bir şey yaramaz ki, yaramadı da. Yəni, Amerikanın bombaları, hətta meşələri, cəngəlliklər, aha, yazmışlar ora ki, başınızdan ehtiyatlı olun. Hə, Amerikan bombaları hətta meşələr, bu gördüyünüz cəngəllikləri filan beşmikən məhv eləsə də, amma Vyetnamlılara bir təsiri olmurdu. Çünki Vyetnamlılar artıq tunellərdə gizlənmiş oldu. O tunellərə də heç bir bomba təsir olmadı. Tunellərin içərisi də bu formadaydı. Mənim üçün çox belə balaca tuneldir. Mənim üçün də çox balaca tuneldir. Çox balacadır bu tunel mənim üçün. Amma təbii ki, bu tunellərlə iş bitmirdi. Vyetnamlıların qələbə qazanmasında bir neçə faktor əsas rol oynayırdı. Tunel onlardan birisiydi. Çünki Vyetnamlılar cəngəlliyin hər yerində bambu təlləri quraşdırmışlar və bu təllər də Amerikalıları həqiqətən də çox pis vəziyyətə salırdı. Ümumiyyətlə, Vyetnamlılar yerli cəmaatın köməyindən çox yaxşı istifadə edirdi. Hətta Amerikalı əsgərlərin o dövrdə işlətdiyi bir söz var idi ki, gündüz fermerdir, axşam döyüşçüdür, biz kimlə müharibə apardığımızı belə bilmirik. Və Vyetnamlılar bax, bu cür möhtəşəm şəkildə özlərini gizləyə bilirdilər. Bundan da əlavə Amerika Birləşmiş Ştatlarının artıq öz daxilində də problemlər başlamışdı. Çünki Vyetnamda döyüşən əsgərlərinə bir qəhrəman olaraq yox, qatil olaraq baxırdılar və etirazlara başlamışlar ki, bizim əsgərlərimizin Vyetnamda nə işi var? Onun üçün də bütün bu faktorlar birləşəndə Amerika Birləşmiş Ştatları Vyetnamda biabırçı bir məğlubiyyətə uğradı. Bəli, hal-hazırda olduğum yer isə Vyetnamın Ho Chi Minh şəhəri yaxınlığında yerləşən Kuçi tunelləridir.